Bildiğimiz kimi, deməli, Windows əmələ sistemində ekranda 5 sistem qısa yolu var. Bunlar zibil qabıdır, alətlər panelidir, userdir, mənim kompüterim və şəbəkə. Zaten kompüter ilk dəfə açılanda, yəni format olunandan sonra ekranda yalnız zibil qabı olur. Qalan bu 4 dənəsini biz sonradan qoyuruq. Əgər bunlardan hər hansı biri və yaxud hamısı ekrandan silinibsə, bu halda nə etmək lazımdır? Sağ düyməni vurub personalize ekrana gələn kontekst menü üzrə personalize seçib temalara girmək lazımdır. Burada desktop ikonu setting əmrini seçib ekrana gələn pəncərədən bunları seçmək lazımdır. Bunların hər hansı birini seçsək, həmin qısa yol, sistem qısa yolu ekranda görünəcək. Baxın, indi götürdüm buradan. Yalnız zibil qabını saxlayıram. Gördünüz mü? Ümumiyyətlə təkcə bu qaldı. Kanlar hamısı silindi. Yenidən sağ düymə vururuq, personalizasiya. Sonra kontekst menüdə temalara giririk. Desktop ikon settingə girib, buradan bu işarələrin hamısını seçirik. Bizə, əlbəttə ki, bizə lazım olanları. Baxın, bunların hamısı ekrandadır artıq.